Deməli, biz bugün HTML-ə giriş eləyirik. Birinci hissəsi ilə HTML tanış olacaq. HTML nədir? Ümumiyyətlə, saytları qurarkən, saytların strukturunu qurmaq üçün bizə lazımdır HTML. HTML-də bizdə 6 mərhələsi var ümumiyyətlə. Layihələndirmə, dizayn, maket, proqramlaşdırma, nəşr və müşayiət. Layihələndirmədə nə baş verir? Texniki tapşırıqlar. Baxın, mən layihə hazırlayıram. Layihə təqdim edirəm Firuza. Bax, bu zaman layihə haqqında fikirlərim var və s. və ilə axır və burada bütün texniki tapşırıqlar burada yerinə yetirilir. Texniki tapşırıqlar. Sonra var dizayn. Dizayn işində artıq qrafik dizaynerlər, ta ki Photoshopdur, raster qrafikasının proqramları öyrənmişdiniz. Həmin o qrafik dizayn işləri həmin o proqramlarda aparılır ki, sizin üçün elə bir şəkil olaraq verirlər ki, yəni bu layihə necə olacaq, dizaynı necə olacaq, nətər olacaq. Bax, burada deməli qrafik dizayn işləri həyata keçirilir. Qrafik dizayn işləri həyata keçirilir. Maket. Bax, tam bu maket mərhələsində HTML, bax, maket mərhələsi HTML-də qurulur. Yəni, bizim keçdiyimiz bu HTML, bax, bu hissənin maket mərhələsində qurulur. Sonra servislərin proqramlaşdırılması var. Proqramlaşdırma mərhələsində. Burada deməli, ümumi proqram, məsələn, Python proqramlaşdırma dili biz keçdiyimiz var. Məsələn, onlar ondan da istifadə etmək olar. Arxa fonda elə bir ki, bu saytın proqramlaşdırma mərhələsi yerinə yetirilir. Nəşr demək olar ki, ən son mərhələsidir. Saytın nəşrə getməsidir. Sayt artıq hazırdır. Müşahidə mərhələsində isə artıq saytı hər dəfə belə deyək, nəzarətdə saxlayırıq ki, hər dəfə saytı daha çox izləyici cəlb edək. Bir növ təsəvvür edin ki, Instagram səhifənizdir və hər dəfə ora yeni istifadəçilər axtarırsınız, yeni istifadəçilər dəvət edirsiniz, daha çox izləyici üçün çalışırsınız. Tam olaraq müşahidə mərhələsində də biz onu yerinə yetiririk. Deməli, bu sayt üçün, tutaq ki, baxın, gəlin bunu bir dənə burada. Bax, HTML-də biz niyə inirik? Yəni, saytın özünü qurmuruq, ya da ki, dizayn işləri aparmırıq. Dedik ki, dizaynı nə aparırıq? Sadəcə səhifənin strukturu qurulur. Sadəcə səhifə. Tutaq ki, deyirəm ki, bax, bu hissədə səhifənin başlığı əks olunsun. Bu hissədə səhifəyə bir dənə şəkil yazaq. Nə bilim, bu hissədə balaca bir, bax, belə bir mətn yazaq səhifəyə. Səhifənin ümumi strukturunu biz HTML-də hazırlayırıq. Deməli, HTML-də səhifə necə görünəcək? Bax, quracağımız səhifə. Səhifə necə görünürsə, ümumi olaraq, bax, bu işləri biz harada görürük? HTML-də. HTML-də biz ümumi səhifənin strukturunu müəyyən edirik. Məsələn, səhifənin dizayn işləri slaydonlar CSS-də məsələn gedir. Sonra nə bilim bazasını formalaşdırmaq üçün bazasını SQL dilindən istifadə edilir. HTML-də biz əgər öz kompüterimizdə saxlayırıqsa, məsələn, mən səhifə qururam HTML, indi quracağım səhifə bizim ancaq öz kompüterimizdə görsənəcək. Öz kompüterimizdə saxlayırıqsa, buna ancaq özümüz baxa bilirik. Yox, internet üzərindən yayımlamaq istəyiriksə, səhifəni. Biz əvvəlcə bu səhifəyə daxil etdiyimiz məlumatlar üçün bax, bir dənə web server almalıyıq. Bu da pullu xidmətdir. Server. Web serverdə tutaq ki, sayt qurmuşuq. Saytımızın adı nədir? info.oxu.az. Biz info.oxuya girib hər dəfə testlər işləyirik. Təbii ki, bu testlər üçün mən bu info.oxunun içərisində nələr olmalıdır? Material olmalıdır. Bu materiallar, fayllarımız yerləşir web serverdə. Və bu web server daimi olaraq internetə bağlı olur. Bağlı olur. Biz internetə bunun bağlanması üçün, ümumiyyətlə saytlarımızın internetdə görsənməsi üçün host xidməti almalıyıq. Yəni, hosting almalıyıq. Hostinglə. Və bunu pulla alırıq. Mən hər dəfə bu sayta müraciət etdikcə, bundan tutaq ki, gedib faylların web serverdən götürməyim, bunu bizim üçün təmin edir FTP protokolu. Hər dəfə gedirəm, web serverin bazasına müraciət edirəm və
Həm məlumatları götürürəm. Amma tutaq ki, saytı öz kompüterimizdə qururuqsa, yəni internetdə çıxışı yoxsa, hardan götürəcəm? Öz kompüterimin diskindən, öz kompüterimin nəyindən? Bazasından götürəcəm. Əlavə bir şey eləməyəcəm. Uşaqlar, HTML qurmaq üçün normalda Notepad proqramından da istifadə edə bilərik. Notepad, sadə Notepad proqramından. Yəni kompüterinizdə var, həmin o Notepad proqramından istifadə edə bilərik. Amma daha yaxşı olar ki, Notepad++-dan istifadə edək. Baxın, tam olaraq bu proqram. Məndən olsa, praktik olaraq bu mövzunu yerinə yetirsəz, çox yaxşı olar. Notepad yazıram. Notepad Plus. Dolan. Məsələn, baxın, girək. Elə birinci hissəni yükləyə bilərsiniz. Yüklədikdən sonra nə olacaq? Baxın, belə bir deməli, setup faylını görəcəksiniz. Məsələn, yes-i vurursunuz. Evet, dili seçirsiniz, hansı dildə istəyirsiniz. OK vurursunuz və yüklüyorsunuz. Mən artıq yükləmişəm, bax belə. Üzərinə vurduğumuz zaman belə bir səhv. Burada bütün fayllardan çıxırsınız, elə bir dənə faylınız qalır. Bax, faylı yaddaşa vermək üçün dosyalardan farklı qayda keçirsiniz. Farklı qayda. Və bundan sonra da deməli bunu HTML vaxtda tipini də seçirsiniz. Nə? HTML. HTML olaraq elə tipində seçirsiniz. Haradadır bu HTML? Baxın. Text markup. Save eləyirsiniz və save eləyəndə bunun üçün yeni bir qovluq yaradırsınız iş masanızda. İş masasında yeni bir qovluq yaradırsınız. İş masası, desktopda daha doğrusu. Yeni bir qovluq yaradırsınız və həmin qovluğun içərisinə siz bu sənədinizi atırsınız. Genişlənməsini də görürsünüz, HTML olacaq. Save yoracaqsınız və gedəcək. Bəlkə bunu əvvəlki dərsdə çatmışam, ona görə qalıb. Daxil olduğumuz zaman, baxın, açdığımız zaman biz HTML-i browserdə açmışsaq daha yaxşı olar. Browserdə açması üçün də OpenVizi eləyirik, Google Chrome-dan istifadə edirik. Yəni, gəlib bizdə Google Chrome-dan açacaq, baxın. Mən bayaqları müəyyən bir işləri görmüşəm, qalıb burada. İndi sizinlə yenidən görəcəyik zaten. Daxil oluram HTML-ə. Deməli, bizim taglərimiz var, uşaqlar. Necə ki, Python-da operatorlar öyrənirdik, nə bilim, metodlar öyrəndik. HTML-də də taglər var. Elə biz ümumiyyətlə HTML sənədin yaratmaq üçün HTML tagindən istifadə edirik ki, biz bu sənədi yaradırıq. Yeni bir sayt yaradırıq. Baxın, bu böyükdür, kiçikdirin içərisində yazılır bunlar. HTML-i çağırırıq və bağlamaq üçün də, baxın, görürsünüz, aşağı düşdükcə də bağlanır. Mütləq bağlanış tagi slash-lə olur. Görürsünüz, birinci və ikinci HTML arasındakı fərqi. Birində sadəcə açdıq. Baxın, hətta birini vuran kimi hər ikisi göstərir. Birinci HTML-də heç bir şey yoxdur, ikincisini slash var. Və bizim saytımız iki hissədən ibarət olur. Baş və bədən hissə. Yəni, elə bir ki, birinci və ikinci hissədə deyə bilərsiniz buna. Başlıq hissəni hid adlandırırıq. Hid. Və yenə açdığım tagi mütləq bağlayıram. Slash-lə hidi bağladım. Sonra body bizdə bədən hissəsidir. Yazıram body. Gəlirəm, body'ni də təzədən bağlayıram. Slash body. OK. Deməli, biz HTML sənədi yaratmaq üçün bizim 3 əsas tagə ehtiyacımız oldu. Biri HTML, açdıq, bağladıq. Head başlıq hissəsidir. Body də bunun bədən hissəsidir. Uşaqlar, normalda baxın, bunu vurduğumuz zaman, baxın, o başlıq hissəsi var. Sırf internetə girər zaman, bax, burada gəlin, hətta şey göstərəm sizə bir dəqiqə. Burada mən şey eləmişəm. Bax, hal-hazırda info yazılıb, bu yaxşı şey eləmişdim. İndi dimə girirəm, dim.gov.az saytına girirəm. Baxın, burada nə yazılıb? Baş səhifə imtahan mərkəzi, Dövlət İmtahan Mərkəzi, düzdür. Gov.az saytına girmişik, amma baş hissəsində başqa bir şey yazılıb. Bax, sırf bu başlığı təyin etmək üçün, başlığı necə təyin edirik? Daxil oluruq. Title, bizim başlığımız var. Title. Yenə title'ı açdım və bağlayıram title. Bəli, nəsə olub? Yazıram ki, sınaqda da möhtəşəm nəticələr göstərmişsə, axı. Ay. Yazıram bayramınız mübarək, uşaqlar, bayram vaxtına şu baxın. Bayramınız mübarək. Nəysə, bu gün bayram deyil əsəbləşməyəcəm, ona görə sınaq haqqında danışmıram.
Keçid edirəm bu hissəyə və yenilənmə verirəm. Baxın, bu hissəyə gördünüz, yazıldı ki, bayramınız mübarək. Bax, sırf bu başlığı təyin etmək üçün, bax, buradakı başlığı təyin etmək üçün biz hansı tekdən istifadə etdik? Uşaqlar, title tegindən istifadə etdik. Bunun da içərisinə nə yazsaq, biz həmin o hissəyə düşmüş olur. Yəni, əlavə hər hansısa bir şeyə ehtiyac yoxdur. Hər dəfə yazdıqca ora düşəcək. Bu hissəsinə də nə yazsaq, aşağı düşür. Bax, burada yazıram ki, info, oxu, buraxılış bitib. Bloka hazırlaş. Save edirəm və yenilənmə verirəm. Görürsünüz, ora nə atdımsa, bax, tam olaraq bu hissə. Deməli, bax, bu gördüyümüz bütün səhifənin idarə etməsi hardadır? Body'dədir. Deməli, mən bu qədər səhifəni harda idarə edəcəm? Body'də idarə etmiş olacaq. Uşaqlar, indi keçid edirik nəyə? Bəs mən istəyirəm ki, bu səhifənin rəngi bu cür olmasın, biraz fərqli rəng olsun. Fərqli rəng etmək üçün nədən istifadə edirəm? Baxaq görək. Deməli, mən bunun rəngini dəyişmək istəyirəmsə, haram opşi səhifəyə müraciət edirəmsə, bax, bodinin içərisində yazıram. Baxın, opşi səhifəyə müraciət. Opşi səhifənin rəngini istifadə edirəm. Bunun üçün də bizdə küçük color var. Baxın, color. Çağırıram. Çağıran zaman gördünüz. Hansı rəng istəyirsə, adını yaza bilərsiniz. Red yazıram. O səhifəmiz qırmızı olsun. Sonra indi başqa bir şey mesela. Bax, yaddaşı. Bu arada hər nə iş görürüksə, burada mütləq yaddaşa veririk. Ondan sonra keçirib yenilənmə eləyirəm. Gördünüz, səhifəmizin rəngi oldu qırmızı. Amma uşaqlar, təbii ki, indi bu qırmızı rənglə bir səhifə yaratmamız o qədər də yaxşı görsənmir. Bunun üçün nədən istifadə edə bilərik? Küçük color. Bu rəng kodları qoy elə türkçə gəlsin. Baxaq görək hansılar yaxşıdır. Okey. Baxın, burada nə qəşəng rənglər var. Hamısının kodları falan var. Görürsünüz, maraqlı rənglər var. Biz bu rənglərin uşaqlar, deməli, 16-lıq sayısı, 16-lıq kodlarına istifadə edəcək. Görürsünüz, rəngləri verilir. Bax, burada da qoy biraz bir rəngarəng rəng götürək. Bax, bu rəngin kodunu götürürəm. Bax, kodunu götürürəm. Ctrl-C edirəm və keçid edirəm. Bura. Bu rəngin kodunu yazdıqda artıq dırnaq içərisində yazırıq uşaqlar. Dırnağı açdım, kodu yazdım, bağladım. Bu arada bu DS birləşik olur və 16-lıq say sistemində yazarkən mütləq şəkildə rənglərin qarşısına DS işarəsi yazırıq. İndi gedirəm, yenilənmə verirəm. Yenilənmə verək. Evet, baxaq görək. Yaddaşa vermədim. Verməmişəm yəqin ki. Keçid edirəm, yeniləyirəm. Baxın, çox qəşəng rəng oldu. Bayaq heç qəşəng rənglər çıxmamışdı qarşımıza. Görün, nə qədər gözəl. Deməli, biz buradan rəngi seçə bildik, düzdür. Mən indi istəyirəm ki, rəng olmasın, arxa son, başdan ayağa şəkil olsun. Bunun üçün də nədən istifadə edirik? Background-da. Deməli, ümumiyyətlə, biz opşi səhifəyə müraciət ediriksə, bodinin içərisində yazdıq və öyrəndik rəngi. İndi background-a baxırıq. Background-u çağırıram. Uşaqlar, əvvəlcə gedirəm background-u çağırdıqdan sonra bərabər yazıram. Şəkil yoxdur axı. Hə, yox, bir dənə şəkil yükləmişdim. Şəkil yüklürsünüz kompüterinizə. Baxın, yazıram background. Background mix. Buradan şəkillərdən birini seçək, random olaraq. Qəşəng şəkil olsun, bir maraqlı şəkil olsun deyəcəm, amma bu arada buradan HTML uyğun rəng axtarırsa, indi görəsiniz olacaq. Daha çox biletlərindən. Ölçüsün ən böyüyünü götürək burada ölçüləri. Nokta geniş rəng. Baxaq gördüm, indi bu digərlərə nisbətən daha böyükdür də, düzdürmü? Belə bir naxışlı bir şey götürək. Bax, tak, safran kaq. Okey, atıram deməli, dolandadım ki, gözüm görsün. Okey, bax bu şəkli gəlib götürürəm. Hara düşdü görək. Okey, bax bura düşdü çocuklarım. Şəkli işləmədim, tamam.
Yaxşı, yapmışam. Mən şeyini götürmüşəm. Baxın, şəkli gətirib atıram desktopa. Atdım desktopa. Bax, burada bu şəklin adını dəyişirəm. Yazıram info, rename, info qoyuram ki, orada istifadə edə bilim. Info, J5. Gəlib burada yazıram backgrounda yazıram ki, bərabərdir. Info, şəklimizin adı nöqtə, J5 idi genişlənməsi. Və bunu yaddaşa verirəm və gəlirəm yeniləyirəm. Amma yeniləyərkən saytımız haradaydı burada? Yeniləyərkən belə bir şey görürəm ki, heç bir şey baş vermədi. Bəs mənim şəklim bura gəlib düşmədi axı. Uşaqlar, bunun səbəbi nədir? Ya mənim, bax burada, bu cür yazıramsa, əgər birbaşa adına müraciət edirəmsə, bu şəklim harda olmalıdır deməli. Şəklim olmalıdır qovluqda. Bax, bayaq ki, biz qovluq yaratdıq, atdıq sənədimizi. HTML sənədi saytımızı qururuq, qovluğun içərisinə atmış. Bax, bu qovluqla eyni bir-birinin içərisində olsa, bu qovluğun içərisinə atsam, heç bir problem baş vermədən, burada yenilənmə eləyəcəm. Bax, heç bir şey eləmədim, ha, mən. Yenilənmə eləyəcəm, bu şəkli gəlib bura düşəcək. Heç bir şey olmadı. Yox, şəklin sırf şeyini istəyirəmsə, bu qovluğun içərisinə atmadan istifadə etmək istəyirəmsə, həmin şəklin yolunu kopyalamalıyam uşaqlar. Həmin şəklin yolunu kopyalayıram. Bax, burada bu şəkil var, əlavə şəkil var məndə. Baxın, bu da desktopda yerləşir. Bunu ataq ki, bu iş masasının içərisinə. Aha, iş masasının içərisinə attım. Buradadır, indi buradan şey göstərir. Bax, copy path var burada. Yəni, deyir ki, bu şəklin yolunu kopyala. Bax, yolunu götürdüm, kopyaladım. Gəlirəm, bura keçirəm, kontrol verirəm. Bax, yolun yaddaşa verirəm. Gələk, gedək yeniliyə. Bax, harada yerləşir? User-də, Lenovo, desktop, iş masası və o şəklin içərisinə daxil olmaq üçün. Bax, bu qədər uzun bir şeylə gördünüz, gəldi həmin şəkil. Ya şəkli, deməli, şəklin birbaşa adını yazıramsa, həmin şəkil HTML-də yerləşən, bax, bu eyni qovluqda yerləşməlidir şəklinə. Mənim qurduğum sayt. Yox, əgər hər hansı bir yerdə olan bir şəkli götürmək istəyirəmsə, onun mütləq şəkildə yolunu kopyalamalıyam ki, həmin şəkil hardadır, yəni kompüterdə harda istinad edir, onu görə bilim. Bu oldu background. İndi uşaqlar, bir də biz bu body'nin içərisindən bunu biraz balacalaşdıraq. Okay. Bu body'nin içərisindən, deməli, backgrounddan yox, tekstə müraciət edirəm. Tekstdə, bax, burada nə qədər mətin yazsam, onun rəngin mənim üçün şey deyir. Text bərabərdir red yazıram. Deyirəm ki, mətin rəngin red elə. Baxın, yaddaşa verirəm və keçirəm təzdən bu hissəyə. Gəlirəm və görürsünüz, mənim mətnimin rəngi nə oldu? Qırmızı oldu. Bundan sonra, bax, bu hissədə nə yazsam, birbaşa body'nin içərisində yazmışam. Bütün nə daxil etməyimdən asılı olmayaraq, bura nə olacaq? Qırmızı rəngdə olacaq. Gəlin bir dənə body'nin içərisinə məlumat ataraq. Novruz şeydir. Bayramı kontrol-C. İndi gəlirəm mən bu şeiri, bax, body'nin içərisinə atım. Bax, bura atıram. Yox, bir dənə bunu atmamışdım, bir dənə bir şey eləyim. Bu info oxunun altı bizim HR tegimiz var, HR. Normalda bayaq başlayarkən dedim ki, tegləri açırıqsa, mütləq şəkildə həmin tegləri neyinirik? Bağlamalıyıq ki, bu bağlansın, istifadə edək, düzdür. HR tegi var, HR tegi. HR tegi bizim üçün altından xətt çəkir. Baxın, HR tegini bağlamağa ehtiyac yoxdur. Save elədim. Gəlirəm, burada saytımı yeniləyirəm. Hani mənim saytım bayramımız mübarək, baxın. Gördünüz, altından bir xətt çəkdi. Deməli, HR tegi üfüqi bir xətt çəkir. Sonra mən düşürəm aşağı da HR-dən sonra. Bayaqlarım şeir götürmüşdüm. Bu şeir yazırım, Novruz bayramı.
Bunu yaddaşa verirəm və gedirəm, yeniləyirəm mənim saytım görüm hansı durumdadır. Yenilədim. Baxın, şeiri yazdı, amma hamısını eyni sətirdə. Mən necə etdim ki, axı mən bunun strukturunda, saytın strukturunda bunları alt-alta yazmışam, görürsən, orada deyil. Bunların alt-alta yazılması üçün də BR tegindən istifadə edirik. BR tegi növbəti sətrə keçirmək üçün istifadə edirik. BR tegi. Deməli, bu BR tegi də yenə HR tegi kimi nə olmur? Bağlamağa ehtiyac yoxdur. Bax, bu cürdə yazaraq gedir. Bunu da yaddaşa verirəm və keçid edirəm bura. Yenilədiyim zaman baxır ki, nə qədər gözəl. Hamısı alt-alta yazılıb. İndi mən bu şeiri bir dənə kopyalayıram. Buradan kopyalayayım. Düşürəm buna. Bax, burada biraz boşluq qoyaraq bu şeiri bir də yapışdırdım. Bax, indi yaddaşa verirəm. İstəyirəm ki, bax, bunların arasında bax, bu boşluq olsun da, yəni abzaslar bəlli olsun. Amma burada görürsünüz, abzasları bəlli eləmədi. Bəs biz necə edək ki, abzaslar bəlli olsun? Bunun üçün nə edirik? P tegimiz var. Abzas, paragraf, P tegi. P-ni yazdım. Baxın, həm P-ni açdım. Harda bağlayıram? Bu abzas harda bitirirsə orada. Bax, burada da bunun bağlanışını elədim. P tegimi bağladım. Düşürəm, təzədən bunun üçün də, bu şeir üçün də bir dənə də PTG əlavə edirəm. Yenə bu PTG-ni neyniyəcəm? Mütləq şəkildə bağlayacağım. Deməli, hər bir PTG bizdə bildirir ki, burada nə var? Abzas var. Bu bizim birinci abzasımızda, bu da ikinci abzas. Baxaq, gedək, görək bu saytımızda necə görsənir. Gedək, baxaq. Vəziyyətimiz necədir? Yaddaşa vermədim, yenə. Heç zad olmaz. Bağlamışam mı tegləri? Evet. Baxın, gəlirəm bura, yeniləyirəm. Gördünüz, hər biri ayrı-ayrılıqda çox qəşəng abzasda görsəndi. Uşaqlar. Deməli, mən indi istəyirəm ki, bax, bu birinci abzas mərkəzdən yazılsın. Bunun üçün nədir? Bax, mərkəzdən yazılması üçün təbii ki, abzası yazıramsa, abzasın içərisinə müraciət edəcəm ki, bu abzasım nə olsun? Mərkəzdən yazılsın. Mərkəzdən yazılması üçün nə edirəm? Align var, align. Bax, buradan yazıram. Align, center. Deməli, mən istəyirəm ki, birinci abzasın nə olsun? Mərkəzdən yazılsın. Yaddaşa verdim. Yaddaşa verdim. Gəlirəm, yeniləyirəm və görürəm ki, bax, birinci abzasımız hardan yazıldı? Mərkəzdən. İkinci abzasımız indi sağ, soldadır, sağda yazılsın. Bax, yenə align. Bərabərdir nə? Sağ nədir? Right. Mən də ingilis dilini möhtəşəmdə oxuşuqlar. 0,1% ingilis dilim var. Onu sizin üçün konuşdururam. Gəlirəm, yenilənmə aparıram. Hamımız buradayıq. Sağ tərəfə getmişik deyə görmürük. Gəldi, çıxdı buraya. İndi şəklim nədə? Bu abzasların burada durmaq o qədər yaxşı deyil, uşaqlar. Qəşək görsənmir. Gətirək, ortaya qoyaq. İkisini də sentrə qoysaq, məncə daha qəşəng olar. Ona görə yazıram center. Hər ikisi bunların centerdə olsun. Center. Bayaqdan burada çarpışa vuruşuruq. Okey. İndi bunun altına bir dənə daha şey xətti çəkirəm. Haşir nə idi? Fix şəkildə bir xət çək. Ya da uşaqlar, gəlin əvvəlcə bunu şey deyək. İndi bizim müəyyən bir teglərimiz var. Sizin kitabınızda da verilir. Hansı teglərdir? Hansı teglərdən söhbət gedir? Deməli, bu teglərimiz B tegi var. Qalın yazır. B. Baxın, B tegi qalın yazır. Buradan da B tegini bağlayıram. Bağladım bu B tegi. Yaddaşa yazıram. Gəlirəm, keçirəm. Burada yeniləməmi aparıram. Baxaq görək necə yazılıb. Qalın yazıldı. B tegi nə elədik? Qalın yazdı. Sonra I tegi var uşaqlar. İtalik. I tegi. Bunu biz Word-dən bilirik də, B-ni yeni öyrənmiş yazısında. Yenə də bu I-ni nə eləməliyəm? Bağlamalıyam. /I. I tegi Miley, yoxsa İtalikdə Miley yazır. Baxın, run eləyirəm. Görürsünüz, yandırılmışıq bir şamı.
Oldu mu Ali? Sonra uşaqlar var, o tegi altdan xaç. Ay uşaq, heç demirsiniz ki, ay müəllim, bu teqləri ilə açırıq şeydir. Bəs bunu bağlamaqsa o teqi də mütləq şəkildə bağlamalıyıq xəbərdir. Bəs bağlamasaq nə baş verir? Gəlin baxaq görək nə baş verir. Bax, o teqini açmışam, amma heç bir yerdə bağlamamışam. Gedirəm sayta, yenilənməni verirəm. Deməli, bağlamayanda ondan sonra bütün hamısına tətbiq olur. Deməli, bağlamadıqda nə baş verdi? Hamısına tətbiq olundu. Bunu nə etməliyik? Biz o teqin harda dayanmağını istəyirəmsə, orada da bunu nə edirəm? Dayandırıram. Baxa, baxın, bir dənə burada qaldı. Uşaqlar, bunlardan başqa, məsələn, B qalın yazmaq üçün istifadə edirik. Amma B-dən başqa da strong tagi var, o da qalın yazır. Strong. Strong tagi-də nə elədi? Qalın yazdı. Baxaq. Deməli, həm B tagi, həm də strong bax yaddaşa yazdım. Gəldim Google-da yenilənməmi elədim və gördüm ki, bu da qalın yazdım. Deməli, strong tagi-də nə elədi? Qalın yazdım. İndi keçirəm. Bir dənə də uşaq var. I taginin oxşar var, M tagi. Bu da mali yazır. Deməli, bir dənə o altdan xaç çəkmədi ki, tək qalıb. Deməli, M tagi-də nə edir? Mali yazır. Bunu da yaddaşa yazıram, gəlirəm, neynirəm, yenilənməmi aparıram, baxıram, bax, bəli, bu da mali yazdım. Deməli, bu sizin kitabınızda olan teqlər idi. Biz bunlar haqqında az da olsa, belə deyək də, məlumatımız nə oldu? Oldu. Azdan çoxdan. Uşaqlar, bayaqlar mən, deməli, görürsünüz, bayaqdan yazdığım hər şey qırmızı. İndi ümumiyyətlə, bodin içərisində nə yazsam qırmızı olacaq. Çünki mən burada bodin içərisində tekstin rəngini nə eləmişəm? Red eləmişəm. Amma mən indi istəyirəm ki, uşaqlar, heç olmasa info oxu, bloka hazırlaş, green, yaşıl yazsın ya da blue olsun, göy yazsın. Bunun üçün nədən istifadə edirəm? Font adlanan bir tegim var. Bax, font, bu info oxu, bloka hazırlaşanı fontun içərisində yazıram. Əvvəlcə fontu açaq və bağlayaq uşaqlar. Font deməli, gövdənin içərisində, bodinin içərisində hər hansı bir obyektdə, tutaq ki, mətnlərdən söhbət gedir də, yazı istəyir. Nəyə tətbiq etmək istəyiriksə, onda açıb bağlayırıq və onda tətbiq olunur. Font. İndi fontdakı bizdə görürsünüz. Fontdakı fontun içərisində, bax, birincinin içərisində bağladım. Başlayıram yazmağa. Rəngini dəyişmək istəyirdik, düzdür. Yenə yazıram color. Bax, fontun içərisində təkcə color yazıram. Color, bax, bu yazını deyirəm ki, rəngini dəyiş. Elə nə? Yenə kodlardan da götürə bilərik. Prosto indi day. Green. Green eləyək. Green eləyək. Run eləyək. Gedək, yeniləyək, görək bu oldu mu? Baxın. Yaşıl rəngdə yazdı. Uşaqlar, bir də bunun size ölçüsü var. Bizdə H1-dən H6-ya qədər də var onlar. İndi onun haqqında da danışacağım. Əvvəlcə elə bura qədər gəlmişkən. Size də ölçüdür. Bunu silə də bilərdim, bəs bilmirəm. Size. Ölçü də bizdə 1-dən 8-ə qədər olur. 1-dən 8-ə qədər. Yəni, maksimumu verirəm, biz maksimumu görək. Maksimum nə boyda ola bilir? Yenilədim, yaddaşa verdim, gəldim, baxın. Maksimum ölçümüz bu qədərdir. Sonra biz bunun fontunu da dəyişək. Necə ki, Word-də var idi font, baxın. Yazının stilləri olurdu. Yazına baxın, burada font. Calibre-dir, Times New Roman-dır, Arial-dır. Nə bilim, nə qədər şeylər var. Bax, bu yazının stillərini burada da təyin edə bilirik. Bunun üçün də istifadə edirik face sözündən. Face. Tek. Deyirəm ki, elə Arial olsun. Arial. Baxaq. Yaddaşa verək. Diqqətli olun, burada yeniləmədə onsuz özünü seçəcəksiniz. Bu cür yeniləmədə verəndə baxın, biraz daha fərqli, font biraz daha fərqli oldu. Deməli, biz fontun içərisində sizlə öyrəndik ki, fontu biz body birbaşa hamısının içərisində qırmızı yazırıq. Çünki biz mətnimizdə, saytımızda onu eləmişik. Amma sırf nəyəsə bir yazıya tətbiq etmək istəyiriksə, rəngini dəyişmək istəyiriksə, fontdan istifadə edirik. Face-nə, deməli, stilini dəyişdik, size ölçüdür. Color-dakı
Yazının rəngin dəyişə bildik bunun vasitəsilə. Oldu mu? Və ən azı bir dənə sözün neynədik? Rəngin dəyişdik. İndi son olaraq da bizim H1-dən H bu yaxşı necə ki burada ölçü var. Bax bu qədər şey var idi. Bu qədər şeyin altına bir dənə HR yazıram. HR. HR neyinir? Bir dənə xətt çəkir. Hələ bodydə işim bitməyib də. Bütün işlərimi harada görürəm bodydə. Burası indi infoxuya hazırlaş. Bir dənə Novruz bayramına şeir yazılır. Bunun altına deyirəm bir dənə xətt çək. İndi keçək burada. Burada kompüterin şeylərini yazaq. Yox, deyil. Yazın. İnformatika yazıram. İnformatikanı çox sevirsiniz də. İnformatika yazıram. Və informatika sözünün H1-dən H6-ya qədər teqlərlə göstərirəm. Deməli, H1 ilə açdıq, bağladıq. Bu arada H1 ən böyükdür. Üzə yuxarıya getdikcə sayı balacalaşır. Baxın. Deməli, 6, 5, 4, 3, 2 və 1. İndi gəlin bunlara baxaq. Bu oldu H2. Sonra bu oldu H3. H4. H5 və H6. H6. Yazmadım mı? Yazmadım çocuklarım. H6. Run eləyirəm. O qədər run eləmişik ki, save edirəm. Baxın, informatika sözü birdən başladı, üzü aşağıya doğru. Böyüdən yavaş-yavaş kiçilməyə başladı. Deməli, bunda hansısı teqilədir? H teqindən istifadə elədik bunun üçün. Oldu mu? Əgər deməli abzasa nəsə müraciət etmək istəyirsə, nəyin içərisində yazırıq? P-tegin içərisində yazırıq. Option səhifəyə müraciət etmək istəyiriksə, body-nin içərisində yazırıq. Gördünüz mü, yazılış hardan oldu. Sonra bir dənə də, buradan bir dənə də haşer atıram, bir dənə də haşer atıram. Bir dənə haşer nə idi? Haşer və BR tegləri, BR yeni sətrə keçdi, haşer də üfüqi istiqamətdə bir dənə xətt çəkdi. Bunların bağlanmağa ehtiyacı yoxdur. Uşaqlar, bir dənə yazıram ki, info oxu. Bu arada, info oxu. Bax, bir sözü bu cür yazıram. Bir dənə də eyni sözü TT tegin içərisində yazıram. TT. Info. Oxu. Yenə TT tegin neyəcəm? Bağlayacam. Baxaq, görək bunların arasındakı fərq nədir? Bax, iki dənə söz yazsam. Birini teqlə, birini teqsiz. Run eləyirəm. Baxın, hansı oradadır? Ən sonda baxın. Birincini teksiz yazmışdım, ikincini teqlə. Burada məsələn i hərfinə bir damcı yer ayrılıb, amma n hərfinə biraz daha çox yer ayrılıb. Amma burada görsəniz i və n hərfinə, ümumiyyətlə bütün hərflərə eyni yer ayrılıb. Deməli, bu TT tegi bizdə hərflərin hər bir hərf üçün eyni yer ayırır da, belə deyək. Oldu mu? Bax belə. Bu bizim ilk gün HTML ilə tanışlığımız. Tanışlığımızda nə öyrəndik? HTML tegi ilə ümumiyyətlə sayt yaradarkən açıb başlayarıq. Hit tegini öyrəndik. Sırf o brazerdə göstərilən hissə var. Bax, bu hissəni bayramımız mübarəki təyin elədik. Hansı teglə? Title tegi ilə başlıq hissəsini. Bütün işləri body'də gördük. Sırf body'yə tekst təyin etməyi öyrəndik. Option rəngini dəyişə bilərik. Color, hətta gəl məsələn burada color eləsək, color da tətbiq edək. Bayaqlarım qəşəng rəng var idi, seçmişdik amma. Bilmədim, qaldı mı? Boyda iş görmüşük.
300 plus. Yox, mən burada görə bilməyəcəm bu rəngləri. Opsində eləyək. Hə, buradaydı. Özünüz də seçə bilərsiniz. Baxın, buradan axtara bilərsiniz. Kodları filan özünüz görürsünüz. Burada da şey olur. Baxın. Rəngi buradan seçə bilərsiniz. Hansı rəngdir? Özünüz də şey eləyə bilərsiniz. Hazır burada rənglərdən də istifadə edə bilərsiniz. Məsələn, bu rəng yaxşıdır məncə. Məsələn, bu rəng tutaq ki, çox da şey deyil. Kontrol şey eləyirəm, gedirəm, bitirirəm. Saytımıza baxın. Bir neçəsini eyni işdir. Vaxtda bir neçəsini istifadə edə bilirik, ha. Bu arada bunların hər birinin, məsələn, rəngləri, əgər 16 koduna istifadə ediriksə, dırnaqda yazırıq. Adın yazırsınızsa dırnağa ehtiyac yoxdur. Amma belə dırnaqda yazırıq. Gedək saytımıza baxaq, görək son halına. Çocuklar, rəng olmadı. Çox şey rəngdir. Gedək görək nəyi səhv elədik. Deydi çocuklar, başqa bir rəng götürək. Hiçbir şey yoktu bu rengin içerisinde. Olmasa bir başka renk yazacağım. Ben bunlardan bir şey anlamadım. Bulu yazım görək bura. Ha, ne təyin etmədi? Dəqiqə. Bayağı kolor yazdıq. İndi bıcı kolor yazdıq. Yaddaşa verək, gedək görək o alınır mı? Rəngimizdə bayaq rəngimizə geri qaytardıq. Rəng götürdük. Baxın, nə qədər güzel. Yəni, nə daxil etmək istəyiriksə, deməli, bodinin içərisinə nə gördük, daxil etdiksə, deməli, sonra bir də background daxil etmişdik. Общий bütün səhviyyə təyin olur. Font vasitəsilə nə istəyiriksə, onun rəngini dəyişə bilərik. Rəngini dəyişdik, ölçüsün və facevert yarayalım. Bir haşerlə biz üfüqi xətt çəkdik, bağlamağa ehtiyac yoxdur. BRT-ləri yeni sətrə keçirdi. BTG qalın yazdı, I italik, U maili yazdı. Daha sonra altından xətt çəkdi. Strong qalın yazdı. Bir də MTG-də nə idi? Maili yazdı. PTG hər bir paragrafı bildirir ki, paragraf harda bitir, harda sona çatır. Harda paragraf bitdi, baxın buradadır, harda sona çatdı. Oldu mu? Sonra H1-dən H6-ya qədər ölçülərini öyrəndik hamısını. Bir də TTT-ni öyrəndik. Bax, ilk dərsimizdə bizim HTML-dən öyrəndiklərimiz. Bu belə. Deməli,